Təbii ki, Neftçi rəhbərliyində səhvləri var, nöqsanları var. Zaman-zaman ən çox tənqid edilənlərdən olmuşam. Verilişlərimiz də qalır, canlı yayımlarımız da qalır. Baxa bilərsiniz. Amma ötən mövsüm komandanın çətin durumundan Vermudub gəldi, çıxartdı, yürü Vermudub. Hər iki kəs Vermudubu alqışladı. Yaxşı, nəticə olanda Vermudub qəhrəman olur, uğursuzluq olanda rəhbərlik günahkar olur. Yəni, mənə görə bu ədalətli yanaşma deyil. Həm də son illər gəlin razılaşaq ki, Adrian Mutu gətiriləndə mən tənqid edirdim. Rəhbərliyi də tənqid edirdim ki, bu yanlış seçimdir. Bu məşqçi adına görə, futbolçu karyerasına görə bu məşqçini gətirmək doğru deyil. Zamanla göstərir ki, doğru deyil. Amma ardınca Roman Qriqorçuk. Kifayət qədər təcrübəli məşqçi, Qəbələdə nəticələri var. Gəl razılaşaq ki, Rahil müəllim doğru seçim idi də, yəni zahirən təyinatına baxanda. Hər cür şərait yaradıldı. Avropada yaxşı təlim məşq toplanışı, istədiyi futbolçular transfer olundu. Yəni rəhbərlik nə eləyə bilər? Rəhbərlik istədiyin transferlər eləyir, toplanışı təyin eləyir. Gəlin razılaşaq ki, Qriqorçuk da kifayət qədər təcrübəli bir mütəxəssis, gənc məşqçi deyil ki, onun işinə müdaxilə edəcək. Mütəxəssis olar, amma o keyfiyyətli legionerlər gəlmədi məncə onun vaxtında. Demək ki, Vermudubu da nəyə görə alqışlandı? Yəni ki, gəldi komandanı çıxartdı Avroliqa, Konferans Liqasına belə götürəndə bu Azərbaycan çempionatına keçərlidir. Həm də bu azərkeşlər daha çoxunu gözləyirdi. Çünki təbii ki, vaxt oldu, daha keyfiyyətli legionerlər gözləyirlər, daha başqa oyun gözləyirlər. Çünki buna şansı var idi, vaxtı var idi və Vermudubun iş əmsalına baxanda belə çox böyüdü. Sivisindən belə baxanda məşqçi kimi ondan çox şey gözləyirlər. Düz indi məğlub olub, azərkeşlər də qınamaq olmur, çünki hamı qələbə gözləyirdi. Təbii. Yox, bilirsiniz hansı aspektdə? Yəni, Vermudub, Qriqorçuk elə məşqçilərdir ki, rəhbərlik diktə eləsin, mən istədiyim oyuncu start heyətində olsun, mən istədiyim oyunçunu gətir. Yəni, kifayət qədər təcrübəsi olan samballı məşqçilərdir. Yəni, bunlar rəhbərliyin tapşırığı ilə oturub duracaq mütəxəssislərdirsə, daha mənim deyəcək sözüm yoxdur. Həqiqətən start heyətini rəhbərlik təyin edirsə, bütün əcnəbi transferlərini rəhbərlik həyata keçirirsə, tamam, mən siz deyənlərlə razıyam. Demək ki, bütün günahlar rəhbərlikdədir, qərarlar yanlışdır. Amma burada bir də Vermudub amili var, Qriqorçuk amili var, Samir Abbasov amili var. Deyirdi, Neftçini çempion eləyən məşqçidir, gəlsin vəziyyəti düzəltsin. Yəni, elə qərarlardır ki, bu da Neftçinin dadına çatmır. Problem ondadır. Yəni, bəzən mən deyirəm, Neftçi nə günah eləyibsə, yəni istənilən addım atılıb, bu günləri meydandakı nəticələri kənara qoysaq, Rahil müəllim, kənarda bütün aspektlərdən Neftçi inan ki, bütün rəqibləri üstələyir. Maliyyə baxımından olsun, nə bilim, məşqçilərə, futbolçulara yaradılan o baza şəraiti olsun, qidalanma olsun, nə bilim, toplanış olsun. Avropanın mərkəzində Neftçi 2 mövsümdə, 3 mövsümdə toplanış keçir, Polşada, Sloveniyada. Yəni, bütün hər şey ən ideal vəziyyətdədir. Sadəcə meydana gələndə bilmirəm, kimin günahıdır tutub, hansı əməlləri, nə bilim, hansı əməlin bədəli də ödəyir Neftçi illərdir. Heç cür meydanda nəticələr düzəlmir.